Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Əməkdar artist Almaz Ələsgərova övladlarından danışıb. Baku Postaz Axşamaza istinadla xəbər verir ki, qonaqcanlı verilişində olan müğənni kiçik qızının onunla yaşadığını deyib. Almaz Ələsgərova bildirib ki, hər ay səyahət edir. İsrailə gedirəm. Yaxın dostumun toyuna dəvət almışam. Gedib gələndən sonra Avropaya gedəcəyəm. Qudalarım İspaniyaya köçüb. Gedib gəlirik. Balaca qızım yanımdadır. O da mənim kimi gedib gəlir. 5 gün orada, 10 gün burada qalıram. Gəzməyi o qədər sevirəm ki, hobbimdir. Bir ayın içində təyyarəyə minməsəm ürəyim partlayar. Cavan vaxtlarımda köçmək istəyirdim, amma indi 10 gündən artıq Bakıdan kənarda qala bilmirəm. Qeyd edək ki, Almaz Ələsgərovanın böyük qızı ailəlidir və İsveçdə yaşayır.